Bir kardeş var, ona da borcum var. Bilmem neyini, onu qaçıb gizlənimə gedərəm, ona bura gedirəm, axtarışa verib məni. Qalmışam belə bilməm necə eləyəcəm, nə tür ödəyəcəm. Şuram, narahat olmayın, bir işdə həll edəcək. Çox təşəkkür edirəm. Maarif, Bakımız çox qəşəngləşib, gözəlləşib. Yaş gəldi dincəlməyə. Yəni, Maarif, talih deyil. Bəli. Şərəfsə var, pulumuzu qaçıb gizlənib buralarda. Şöyle de talih, anlaşa. Salam talih. Salam. Güzelsən. Sağ olsun. Anadan kimdir? Tural müəllim deyirsiniz. Ay sağ ol. Niyə sən pul vermişsən, qaçırsan, gizlənirsən? Mənim biraz problemim var, üzürlü say. Mənim rəhmətə gedənim oldu. Anam rəhmət getdi, atam rəhmət getdi. Ona görə də o pulu ödeyə bilmədim, üzürlü say. Mən səni gözəl başa dediyini dinlədim səni. Amma mənə bir kişi kimi, belə özün bilirsən də, qaçmaq məndən mümkün deyil. Bakı balaca şəhərdir, səni tapmaq mənim üçün 2 vurkidir. Yəni sən mənə bir vaxtı günə, o günlə görüşək. Mənlə daha doğrusu Mahirlə görüşəcəksən. Mahirlə nədir həll edəcəksən. 5 min istəmişdin, 10 min verdim sənə. 10 minini Mahirdə verərsə, Mahirdən alacam. Geçdin. Mahir mənim, bununla məşğulum. Mən maşına gedirəm. Sonra gələrsən yanıma, seçsin başsan Eşitdim ya Talih bəy, mən gedirəm. Turanla ne dedi? Bir tekrar etmesin. Ben buraya kadar gelmeyeyim inşallah. Bana bağışlayın gelirler. Oradan tapdım. Belə mən bunlardan uzaqlığa biləcəkdə gəlirəm, mən yenə tapdılar. Səhvən partlayıram elə.